Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu Park 1 yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Hüquq xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın söndürənlər tərəfindən 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 45 kvadrat metr olan 2 otaqlı mənzilin, mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 kvadrat metr sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub. Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu Park 1 yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hüquq xəbər verir ki, hadisə şahidlərinin məlumatına görə güclü yanğın nəticəsində ikisi uşaq olmaqla ümumilikdə 5 nəfər dünyasını dəyişib. Hadisə nəticəsində xəsarət alanlarla bağlı isə hələ ki dəqiq məlumat yoxdur. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən qüvvələri təcili yardım briqadaları və polis əməkdaşları cəlb olunub. Yanğın artıq söndürüldüyü bildirilir və hansı səbəbdən baş verməsi ilə bağlı hələ ki dəqiq məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.